Bəzən də görürsən ki, qardaşlar, bir kimsə namazları vaxtında qılmır. Bu cür insanlar da var. Namazları vaxtında qılmaz, elm yox, əməl yox, özünə sərf edən kimi dini yaşayır. Məscidlərdə ayda bir dəfə görünür. Hətta görürsən cümələrdə gəlmir. Bir dəfə gedib gəlir. Və sonra deyir ki, mən məsələn filan qəssabın kəsdiyi əti yemirəm. Niyə görə? Mən vara əhliyəm. Və bunun bu cür deməsi əbəsdir, qardaşlar. İnsan bütün şeylərdə nəfsinin ona vəsvəsə etdiyi kimi yaşayır. Sadəcə o bəsit məsələlərdə gəlib vara əhli olmağa ehtiyac yoxdur. Ona görə elm əhli bu cür insanlara məhəl qoymayıb, qardaşlar. Adam yəni nəuzu billah Allahın haram etdiklərini heç bir rahatsızlıq qəlbində o hissi duymadan o haramları rahatlıqla eləyir. Məsələn, insan siqaret çəkir, musiqiyə qulaq asır, haramlara baxır, namazın vaxtını keçirir. Çağırırsan məscidə deyir ki, məscid yəni boş insanlar üçündür. Mənim işim gücüm var. Bu cür insanlar sonra da görürsən ki, gəlir səndən deyir ki, mən kola içmirəm. Yəni misal üçün deyirəm. Kola bilinmir, haramdır yoxsa halal. Bu əbəsdir, qardaşlar. Bu şeytanın oyunudur. Bu insan şeytanın oyununa düşmüş kimsələrdəndir. Yəni şeytan bunlara sanki o əməli ilə göstərir ki, sən vara əhlisən. Sən Allahdan qorxansan ki, gör nəyə fikir verdin. Yəni, kola içmək olar yoxsa yox. Sən yəni Allahın o haram, açıq şəkildə haram etdiklərini edirsənsə, birinci onlardan düzəltmək lazımdır.